Bu Tofiq Musayev və Ignacio Bahamondesin qarşıdan gələn UFC döyüşü barədə bilməli olduğunuz ən vacib məlumatların qısa xülasəsidir. Martın 28-də Seattle-da baş tutacaq bu maçdan öncə Çilili Bahamondesin səmimi müsahibəsi bizə göstərir ki, əsl müharibə oktagondan daha çox idmançıların səhnə arxasında apardığı səssiz psixoloji savaşdır. Birinci, gəlin o qaranlıq pərdə arxasına baxaq. Bilirsiniz, uzun müddət UFC-dən döyüş təklifi almayan Bahamondes o qədər dərin depressiyaya düşmüşdü ki, hətta məşqdən sonra duşda gizlicə ağlayırdı. Təsəvvür edirsiniz. Amma Allaha dua etdiyi gündən cəmi bir gün sonra o gözlənilən zəng gəlir və o bu qısa müddətli təklifi dərhal qəbul edir. Yəni, bu adamı istər-istəməz düşündürür. Sizcə də bir idmançı üçün kənarda qalmaq, diqqətdən düşmək, oktagonda yumruq yeməkdən daha ağrılı deyilmi? Nəhayət, xaos içində plana sadiq qalmaq dərsi. MMA elə bir yerdir ki, vəziyyət saniyələr içində dəyişir. Bahamondes Fiziyevlə döyüşdə planının necə tamamilə alt-üst olduğunu xatırladır. Amma bu dəfə Musayevi yıxmaq üçün komandasının strategiyasına hərfləyən əməl edəcəyini vurğulayır.